Her zaman benim gözümün önünde onlar idi. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Salam, 102 Xəbər Info və Inform Xəbər TV'nin sosial şəbəkə izləyiciləri. Bugün çəkilişimiz Sabirabad rayonunun Şıxalalı kəndindən şəhidimiz Kazımov Mirzavad bir Vaqifoğlu yerdə olacaq. Yəni şəhidimiz 1994-cü ilin 8 mayda Tərtər rayonunun erməni faşistlərindən azad olarkən şəhid olmuşdur. Şəhidimiz Kazımov Mirzavadın evindəyik. Bilir ki 1994-cü ildə Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bugün şəhidimizin anası Şah xanımla müsahibəmizi aparırıq. Şah xanım, siz Mirzavadın uşaqlığı, onun gəncliyi barədə nə deyə bilərsiniz? Bunun deyilməli sözü çoxdur. Deyilməyinə çıxarandır. O qədər vətənpərvər idi o. Ancaq vətənlə yaşayırdı. O getməli idi. O elə uşaq qalması üçün. Ancaq deyirdi ki, çəfəri atası çəkirdi, o teli çəkirdi, o avtomat düzəldirdi. Deyirdi, gedib düşmanlayacaq. Elə bir uşaq idi. Məktəbdə müəllimlər hamısı ondan razı idi, tərbiyəsindən. Əskər getdi, bankomat. İnsan. 2 dəfə yaralı gəldi. Ağdamın Fərruqdağında onun əməyəqanı qədər dua etdi. Getdi, götürdü, gəldi. Müalicə elətdirdik. Onun barmaqlarını hamısı küsə gedirdi. Yaxşı oldu, getdi. Yaxşı oldu, getdi. Getdicə də Ağdərəyə. Ağdərədə də yaralandı 5 aylardan sonra. Yaralandı, getdik. Götürdük, gəldik. Gəldi biraz qaldı, gördük əmələ gəlmir. Gitti bankomatdan gəldi. Bankomata göndərdi, papay. Papan da biraz yatdı. Müalicə oldu. Yaxşı oldu. Yaxşı oldu, haqqı yaxşı oldu. Dedi, dayanmaq, qalmaq. Gedəndə bankomatın katibi onu düşürdü aşağı. Tanıyırlar, yaralı gəlib bitirmirdi, hürmət düşürdü aşağı. Düşürdü aşağı, dedi, oğul, gedmə. Sən görəndə nə tərbi çıxıyırsan. Dedi, yox, gedəcəm. Getdi, öydən çıxanda dedi ki, mama, dedim, bala, gedmədin. Ölərsən. Dedim, mama, ölsün, birinci günlər ölərdim, ikinci günlər ölərdim. Mən ölməyəcəm. Vətən qoruyacam. Mən vətən üçün yaşayacam. Atası dedi ki, sağ ol, oğul. Anan sözünə bax. Bir gedirəm, qələbə ilə gələcəm. Torpaqları alacam. Elə də getdi, elə də gəldi. 9 qələbə günü, o bir müharibəsindən kino getdiyi yerdə o getdi, gəldi. Baxır fərmanı ilə, ordu ilə, bayrağı ilə, hərbiyəsi ilə. İndi Bakıdan jurnalist gəldi, dedi ki, gör bunlar adına İmam öyladıdır ki, 9 qələbə günü şəhid olub. O müharibədən gedən kinolarda günü. Torpağımın qanını sevmiş. Qanı töküldü torpağa, mayın onundan ateş dayandı. Ateş dayandı. Deməklə onun sözü qutaran götür. Gedirdim Bamisiyə yanına gecə. Gündüz mən qalırdım, gecə qalırdı. Yox, bununla böyük qardaşı qalırdı. Belə gördüm dalımcan gəlir, taksi tutub gəlir. Ay bala, sən palın proqramdan, şalvarından ver. İndi səhət bu vermişəm, yine bir aparmışam. Dedim, mama, ürəkdən böyük oldu. Vətən yolunda bunlar hamısı. Bir vartırıyat, gətirib dökülər şöylərin ətinə yaralılar. Kırmı verdi, verikdən idi, getdi, telegrama vursun anasına, dedəsinə. Birinin də şalvarı cırılcıq idi, şalvarını deyib ona ki, geyinsin, deysin, verəcək. Pulumu vermişim onlara, yeməyimi də verdim onlara. Dedim ki, sağ ol, çox sağ ol. O elə böyük savab. Ona da səhvim vətən yox. Deməklə qutaran götür. Nə deyim? Çox da onun haqqı hesabı.
O qədər vətənpərvər idi ki, o qədər torpağa bağlı insan idi. Yenə də Allah'a şükür ki, torpaqlar alındı. Çox Allah'a çok şükür. Vətənimiz sağ olsun. O müharibə alındı. Torpaq alındı. Elə o mənə söyünəcək. Dövlətimiz sağ olsun. O dövlət demişkən dəmir yumruq sağ olsun. İti qolaya kimi qoladılar getdi. Dəmir yumruq sağ olsun. İndi anam nə qədər deyəm ki, el yolunda gedib, fəxr eləyirəm, yenə fəxr eləyirəm. Ancaq bütün şəhidlərin anasıyam. Ancaq ürəyinin parası yox. Anam ürəyinin parası yox. Allah rəhmət eləsin şəhidlərimiz. Üç qardaş döyüşləyirlər. Üç qardaş döyüşləyirlər. Gəlirdim bu ay düzəldirdim, eləyirdim. Gedirdim onun yanına Füzuliyə. Oradan bir ay qalırdı. O yazlı kişinin Allah rəhmət eləsin. Düzəldirdik maaşından paltar, yemək, zat, qazan, sinavalı ilə gedirdik Ağdəriyə. O da məktəbə 15 qızara gedmişdi, zabit idi oğlum. Bakıda yaşayırdı. Gedib o adaya gördük. Ölməyib, salamat Allah'a şükür. Yenə gəlib irahlanırdıq, edirdik, gördük bu yaralı və bu əfəldir. Gedək o adaya. O adaya gedib tərtərdə dəqiyordu, yoxlayırdı. Nə bileyim, belə. Qüriyət doğulu idi. Onun sözü kətdə qalıb. Tərbiyəsi müəllimlərində qalıb. Onun qonşuda qalıb. O yaralı, onun budunun ətinin biri yox idi. Mən bilmirdim. Baxırdım ki, şalvarla, o qısına büz gəlmir yeriyəndə. Deyib, mamama demə, dostuna deyib, qonşuma deyib. Mamama demə, gəl hamamda su tut, mən vurursun o deyib, kizlərim mənlə. Bu elə bir uşaq idi. Yenə oynan belə dedim, amma bombanın səsi gəldi və sən qızın gəlmələrə gidəcək. Düşman çatır, belə qandadır. O belə. Yox. Ağlama, şehit anası, ağlama. Derdi olanlarım teselli yardır. Ağlama, şehit anası, ağlama. Ağlama, şehit anası, ağlama. Ağlama, şehit anası. Ağlama, ağlama, şehit anası, ağlama, ağlama, şehit anası, ağlama. Vətən müqəddəsdir, qorunsun gərək. Vətən sevgisiyle döyünsün ürək. Dar gündə yolunda. Bir şəhid qardaşı kimi siz nə deyirsiniz? Bir şəhid qardaşım, mən həm qardaşlıq, həm də bir silahdaş kimi danışırlar. Biz qardaşlıqlarla əlavə biz döyüş yoldaşı olmuşuq. Rayon səviyyəsində, yəni sayılan seçilən ailələrdən olub ki, görülən, verilən tərbiyədən hamısı gəlir. Yəni bir 6 qardaş olmuşuq, 3 qardaş könüllü olaraq hansı Qarabulud, Azərbaycanımızın başının üstünə alanda biz könüllü olaraq girmişik cəbhəyə. Hərəmiz baxmayaraq bir ailəyik, Azərbaycan bizim ailəmiz. Hərəmiz bir tərəfdə Ağdərə, Füzuli, bu bölgələrdə biz döyüşmüşük. Biz şəhidin şahidiyiz. İndi Allah belə gətirir ki, biz şəhid olmamış, onu şahid olmuş. Bu mənim qardaşımla mən fəxr edirəm ki, bizim o bayrağımızın üstündə o qırmızı rəng var, hansı ki o müasirlik. Bu zərrəcik də olsun bizim ailəm paylaşır o qırmızı rəngdən. Fəxr edirəm. Qardaşımız şəhid olub, biz vətən yolunda
canımızı koymuşuq vətən yolunda. Hardasa bizim də vətənimiz uğrunda, azad olması uğrunda azadlıq da olsa payını verir. Allah qazilərimizə can sağlıq versin, şəhidlərimizə rəhmət eləsin. Həmişə ordumuz bərqədar olsun, ayrılığımız həmişə yüksəklik olsun. Bu qədər. Çox sağ olun. Şəhidimizin dostu da, uşaqlıq dostu Pərviz də buradadır. Pərviz, siz şəhidimiz barədə nə deyə bilərsiniz? Yəni ki, yoldaşlığınız, uşaqlığınız, gəncliyiniz bir yerdə olub. Bu barədə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, rəhmətlə bütün yaş şəhidimiz olsun. Uşaqlıq xatirələrimiz olsun. Yaddan çıxmayan xatirələrimizdən biri də mən uşaqlığım da eşitdim ki, mənə axtardı. Bəs gəldim. Gəlmək istəyirəm ki, mənim necə gəldim. Yaralanmışdı, bu evə yakın istədi. Ben su düşkünen yaranmamıştı. Hatta ben de bir katlan Çok sağ olun. Allah bütün şəhidlərini rəhmət eləsin. Allah sizə səbir versin. Allah razı olsun. Üç kardeş bunlar 93'te, 94'te, 92'de. 93'te Yezidem şehit oldu. 94'te de. Annemekler tesiriye. 90-cı illər o vaxt ağır illər idi. O vaxt bir xoşbəxt dövr gəldi ki, Ulu Öndərimiz Heydər Əliyevin bəli Azərbaycana qayıdışı onun elə bir şey, necə ki, bu gənclərə elə bir ruh verdi. Onun çağırışına hamı səs verdi. Yəni ki, şəhidimizin də bu ruh almasında məktəbin böyük rol olmuşdur. Bəli, bugünkü gün şəhidimizin müəllimi Yasin müəllim bizim burada iştirak edir. Yasin müəllim, siz bizim şəhidimiz Mirzəvad barədə nə deyə bilərsiniz? Şəhid balamız Mirzəvat haqqında nədir? Onun haqqında elə sözlər bəlkə də deyirsən, bu sözlər hələ yaranmır. Mən onun haqqında nə deyim? Deməli, Dahi Füzulun bir beyti var, deyir, olmayan qəvvası bəhri mərifət arif deyil. Mərifət dənizinin dalğıcı olmayan adam arif ola bilməz, bu həqiqətimizə dərkində. Yəni, oğlu şəhid olmayan, oğlu Qarabağ döyüşündə yaralanmayan, vuruşmayan insanlar şəhidliyin dəyərini tam anlamaz. Mənim də 2 oğlum var. Onların ikisi də Qarabağ. Özdə könüllü. Böyük oğlum Cavit. Rusiyada 3 il qova xidmətini. Karanda artıq müharibə başlamışdı. Gəldi, üzünü qırpmadı ki, bu nədir? Mən gedirəm döyüşə. Hələ dedim, dayan anam bir doğum yolu götür. Yox. 2 aydan sonra, 2 ay nədir? Baxdılar sənədinə ki, o mina çıxardan nə deyirlər ona? Sapyor, hə. Bu 24 nəfər idi. Bunlardan 8 nəfər idi. O bilə qaçdı gizlən. Ad çəkinməyəcəm. İndi rəhmətə gedib o gizlənənlər də, gizlədənlər də. Amma üzrüstəm, oğlum Cavit gedəndə mənə nə deyir? O vaxt qazi bilmirdi var. Dedi, zədən, mən ölüm dalınca gəl. Niyə? Çünki sənin maşının var, gələsən, iri adam var, onun için anası qocadır, atası yox. Bunlar xəcalət çəkəcək, gəlmir. O, mən ölüm sözünə görə mən onu qaldım. Və gedəndən bir ay sonra gedər orada kömürlü piriş, o müşür və sədəsiyle. Orada buna süpürge verənlər ki, buranın süpürge olan bir müzənə, cemaat orada döyüşündən gəlmişək ki, götürər Sabirabaddan 18 nəfər ərizə yazarlar ki, biz könüllü döyüşəcəyik. Orada 3 ay onlar əlik. Oradan gedərlər və gedən döyüşün səhərisi o Ala Qasım, nə deyirlər ona? Orada Ala Yaqub, hə. Ala Yaqubun dəstəsində döyüşürdük. Bir aydan sonra yaralandı və oradan bir salyotla gətirdilər və burada müalicə olundu. Sonra göndərdilər Türkiyəyə. Rəhmətli Xəlilzad Ulu Türklə Cərrahpaşa xəstəxanasında İstanbulda bir
bir palasada yattılar ve benim evimde Kur'an da var, tabii bir misal bu. Ama Halil'de Ulu Türk'ün Türk kahramanı Cavit Seyitler Dost Ermağan'ı neçə Şubat fevral 1992-ci yılda var. Yani bak ona göre ben o hele sağlık gelmemiş. Bir oğlum onun sınıf tarafında günde dav eləçim ben gidiyorum. Bir il atılış kaldı. Bu da gitti. Allah da korudu. Gedende de gedər şöyle ki beni dövüşürdü. 3 ay elə bir kəşfiyyatda oldu. Ondan sonra müharibə qutardı. Bir 3 ildə yenə xidmət falan. İndi sağ ikisi de biri 3-cü qrup əlildi, prezident düzünlərdə təqaüd alırlar. Ama yani mən də bir insan, müəllim, vətəndaş kimi mən də nətər deyim özümü bir ziyalı hesab eləməyə haqqım var. Hesab edirəm ki, bəli. Deməli mənim evlatlarım vətən uğrunda can verirlər. Bəli, əlbəttə o vaxt ulu öndərimiz Heydər Əliyevin gəlişi bütün o vəziyyəti dəyişdi. İnsanlarda səbərbərlik, o vətənpərvərlik. Amma qaldı ki, biz türklər, biz qəhrəman doğulmuşuq. Peyğəmbər Əfəndimiz ərəblərə deyir ki, türklər Allahın əskərləri. Bakın bu ifadenin tutumuna. Türkler Allah'ın əskəri. Biz Ərəblərdən çok önce təkəllədik. Gök tanrı. Bayrağımızın 3 rengi var. Yukarı renk. Nədir? Göy rengi. Gök tanrı. Kırmızı renk. Müasirlik, dünyavilik, nihayet İslam. İslam əxlaqı, İslam. Baxırsan mı? Gözəlliyə həm gözəldir, həm də mənalı. Ve eyni zamanda Peygamber Efendimiz deyir ki, Ərəblərə Türklər sizə hücum eləməsə onlarla işiniz olmaz. Nəhayət 3-cü deyir ki, Türklərin uzun sürən hakimiyyəti vardır. Baxın, bugün dünyada Türkçə qədər güclü bir dövlət yoxdur. Ola bilər hərbi cəhətdən, iqtisadi cəhətdən, amma ruh cəhətdən, qüdrət cəhətdən orada elə bir birlik, elə bir güc var ki, o güclüyün qarşısında bütün dünya dayana bilir. Bak bütün bunların hamısı bizim kanımızdan, ruhumuzdan əməlidir. Mən də məhz uşaqları bu ruhda tərbiyə eləməyə çalışmışam. Bu ruhda. Xəlizə axşamlar mən yatanda rəhmətli atasının adını Vaqif kişinin, şəhid balamızın, qardaşını məscidə baxırsan mı? Necə gözəl məscid. Bu məscid Kərbəlada bilmirəm olmuşsa olmamışsa gedib gedənlər Kərbəla məscidinə oxşadırlar. Mən bir yazıdan oxumuşdum ki, Kərbəla deməli 80 kilometr Kərbaladan aralı Kərbəlaya tərəf gələndə hələ 80 kilometr aralıdan belə bilsən ikinci bir günəş doğur. Gömbəllərin hamısı qızıldan düzəlir, elə bir ikinci gömbəl doğur. Bu doğrudan da böyük mədəniyyət. Bak Qəzənfər başı, bəli oxumuşsun, bəli Qəzənfər başı. Görürsən mi? Bəli, indi bəli biz fəxr etməliyik ki, biz Azərbaycan türküyük. Azərbaycanın sözünə o qədər xoşum gəlmir mənim. Çünki burada biraz yanlışlıq var. Məhəmməd Füzulinin məşhur bir şeiri var, onu burada deyir. Ey feyz rəsəni ərəbi türkü əcəm, qıldın ərəbi əfsəhə əhl aləm, etdin füsahayı əcəmi, başları isadəm, ben Türk zamanından iltifat eyleməkəm. Biz Türk'ük. Türk, dünyada Türk'ten güzel ne var? Türk. Bilsən, Allah sevgisi var onun qəlbində. Həmin Türklər ki, bu yaxınlarda bir molla söhbət eləyirdi. Burada mən ona bir məsəl çəkdim. Dedim ki, Çanakkale Savaşı bir 100 neçə il bundan əvvəl olub. Orada 6000'e yaxın Azərbaycan Türkü, bizim qardaşlarımız, ata-babalarımız olmuş. Çanakkale Savaşı'nda kışın oğlan çağıydı, dizden yukarı kar vardı, şahlar. Adamlar bir taraftan yaralanır, ölür, bir taraftan şahlardan sordular. Ve arada bayrak, ağ bayrak kaldırırlar ki, yaralıları, meyitleri götürür. Ve Türk askeri, o Hristiyan yaralı can verir, onun yanında durup gözyaşı dökülür. Efendim bağışla, efendim bağışla. Yani bak insanlık bilirsən, insanlık bunu da. Mən fəxr edirəm ki, bugün biz bəli Azərbaycan Türkü adını daşıyırıq və bu adı şərəflə yaşatmalıyıq və gələcək nəsillərə götürməliyik. Qaldı ki, bu əskər balamız haqqında, bunun haqqında çox sadə bir şey. Deyir ki, görünən kəndə bələdçi. O oxumaq öz yerində. Amma bir şey, mən təmizliyə çox fikir verirəm.
həddindən artıq. Mənim üçün Allah bu kainatı, təbiəti yaradıb və bu kainat, təbiəti harmoniya deyilən bir qanun orqanı var. Odur. Bir planet o birinin, məsələn, yer günəş ətrafında hərəkət edir. Əgər yer öz orbitindən 5 santimetr kənara çıxsa, yerdə dəhşətli hadisələr baş verir. Baxırsınız, bunu Allah yaradı. Necə nizamlayıb? Və bizim Kur'an'ın da mahiyyəti buradadır ki, bu nizamı başa düş, dərk elə. Kur'an'dan danışır, görəm danışır ama bir şeyler. Ama söhbət həmin harmoniyanı qorumaq lazım. Əgər bir insan siqaret çəkirsə, o əlinə mənim məsələn, o əlinə kitab götürə bilməz Kur'an. İndi cavan qocaların çoxu məsələn o dərəcədə bilmir, amma bilirsən, çünki Allah bu təbiəti elə yaradı ki, siqaret tütüyünə təbiəti biz koruruq. Deməli, Allahın iradəsinə qarşı. Kur'anın mahiyyətidir. Kur'andan danışır, mən mollalara deyirəm də, mənim şagirdlərimdir. Rəhmətli Adəm də, o da mənim. Danışırdı, siqaret də çəkirdi, sonra azaltdı siqareti. Nəysə, sözüm can oldu ki, mən ona nə deyirəm? Deyirdim ki, danışanda həmişə Kur'anla yanaşı elmdən də danışır. Elm. Kur'an əxlaqımızı formalaşdırır. Elm əqlimizi formalaşdırır. Bunlar ikisi quşun iki qanadıdır və yaxud təyyarənin iki qanadıdır. Əgər biri var, biri yoxsa qəza baş verir. Özdə Peyğəmbər Əfəndimiz nə deyirdi? Deyir ki, beşikdən qəbr evinə qədər elm öyrənir. Deyirdi, lazım gəlsə uzaq Çinə gedir. Çox adamlar bunu o uzaqlığa gedir. Deyirəm, yox. Peyğəmbər Əfəndimiz. Çünki o zaman Çində elmi dünya görüş, Yan Çiro, Kuantan, Van Chun 3 alim olub. Bunlar materyalist dünya görüşü orada formalaşdı. Sonra yani Hindistan'da Brikas Bu şəhidimizin əmsi oğlu da buradadır. Siz əminiz oğlu barədə nə deyə bilərsiniz? Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim Mirzavad balamıza da onunla baxım inşallah. Yasin müəllim bir gözəl sözü dedi ki, o doğulub dindar bir ailədə doğulub. İndi belə bir şey var ki, deyir, insanın gərək şəriəti olsun, təriqəti olsun, sonra onun mərifəti olsun ki, həqiqəti olsun. Belə deyir, müəllimin yanında, ustadın yanında biraz danışmaq çətindir. Mirzavad Allah rəhmət eləsin, o da elə bir ailədə böyüyüb ki, yəni vətənpərvərlik uğrunda, haqq ədaləti görmək uğrunda, ona görə də dəfələrlə o yaralanmağına baxmayaraq, xəsarət almağına baxmayaraq, həmişə fikir ancaq döyüşdə olub ki, mən bu vətən uğrunda, yəni canını verəcəm, ancaq torpaqlar azad olacaq. Yəni bugünkü gündə indi Allah'a min şükür olsun ki, bizim yaxşı ordumuz var, Allah'a min şükür rəhbərimiz var. Allah Teala həmişə bizim nətər deyirlər, dövlətimizin bayrağını həmişə uca eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O balamızda elə bir bal idi ki, yəni bəzi adamlar var da, müəllim izah elədi bayaq ki, harasa qaçmaq, nədənsə yayınmaq, onda elə şeylər yoxdur. Təmizlik, müəllim təmizlikdən danışdı. Dində deyir ki, təmizlik imandandır. Əgər bir adamın ki, təmizliyi gözləyirsə, deməli o nədə imanlı adamdır. İmanlı adam da heç vaxt haqdan qaçmaz, haqq yolunda canını da verə bilər. Yəni Allah rəhmət eləsin bütün şəhidlərimizə, yəni hamısı bizim balalarımızdır. Mirzavad da, o bir şəhidlərimizə, indi Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizdən də razı olsun ki, gəlmişsiniz, yəni nəzərə alırsınız ki, şəhid ailələrinə baş çəkmək, Allah sizdən razı olsun. Deyəcəklərim odur, yəni ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin. O elə balı idi ki, hamı deyir, amma şəhidlik məqamına yüksəlmək hər kişinin işi deyil. Hamı dünyasını dəyişir, gec və ya tez. Amma şəhidlik məqamına qalxmaq hər bir adama qismət olmur. Allah rəhmət eləsin bütün şəhidlərimizə, Allah sizlərdən də razı olsun. Sağ olun. 102 Xəbər Info və Inform Xəbər TV'nin baş direktoru Azər Xudayaroğlu, informatorlar İlahə Salih qızı, Elxan Hüseynoğlu, Sabirabad, Şüsalalı kəndi.